Siz heç şar kimi üfürülərək tikilən bir ev görmüsünüz? ABŞ-da yeni bir tikinti üsulu populyarlıq qazanır və bu üsul belə işləyir. İnşaatçılar əvvəl yerə ağ rəngli bir membran döşəyirlər. Sonra böyük bir köpük qabarcıq formasına düşənədək içərisinə hava vururlar. Üfürülmüş bu qabıq evin qəlbinə çevrilir. Daha sonra ustalar çöl tərəfdən ətrafına halqa şəklində polad armaturlarla sarıyırlar. Bu çubuqlar parça materiala möhkəm yapışaraq dayanıqlıq bir karkas skeleti yaradır. Bu iş bitdikdən sonra isə qabığın hər tərəfinə lay-lay beton püskürdürlər. Beton poladla birləşir və tamamilə quruyub bərkiyəndə çöldən içəriyə doğru tikilmiş bütöv bir ev qabığı əldə etmiş olursunuz. Dözümlülüyünə görə də heç narahat olmayın. Heç bir tir və ya sütunu olmasa da günbəz formasında olduğu üçün təzyiq və yükü bərabər şəkildə paylayır. Poladla möhkəmləndirilmiş beton isə ona ciddi bir güc və stabillik verir. Bu texnika işçi qüvvəsini, vaxtı və xərcləri kəskin şəkildə azaltdığı üçün tikinti başa çatdıqda isə hamar, köpük şəkildə görünüş, şık və turistik görünür. Təəccüblü deyil ki, getdikcə daha çox Amerikalı evlərini bu üsulla tikməyə başlayır.